Kapitan Kamil Şirinov 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. Vətən müharibəsində böyük şücaət göstərən Kamil Şirinov sentyabrın 29-da Füzuli uğrunda döyüşlərdə şəhid olub. Qarabağ ordeni, Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Qəhrəmanın 2 oğlu vətənə əmanət qalıb. Baş leytenant Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. 44 günlük vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan bayrağı ordeni vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Baş leytenant Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakıda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Hadrut, Füzuli və Laçının azadlığı uğrunda döyüşlərdə savaşır. Oktyabrın 19-dan 20-sinə keçən gecə Xocavənd rayonu ərazisində şəhid olub. Qarabağ ordeni vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Leytenant Elton Qəmbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. Naxçıvanda Heydər Əliyev adına hərbi liseyi bitirdikdən sonra Bakıda Heydər Əliyev adına ali hərbi məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən uğrunda döyüşdə fərqlənməyə görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Baş gizir Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 2002-ci ildən xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd rayonu istiqamətində şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Həmçinin vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Qəhrəmanın bir qızı və bir oğlu vətənə əmanət qalıb. Gizir Eliyar Vəliyev 1991-ci il oktyabrın 17-sində Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Eliyar Vəliyev Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Həmçinin vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 5 övladı vətənə əmanət qalıb. Baş gizir Camal İsmailov 1984-cü il iyulun 7-sində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd istiqamətində düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Həmçinin vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 2 qızı və şəhid olduqdan sonra dünyaya gələn oğlu vətənə əmanət qalıb. Gizir Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif olunub. 2 qızı vətənə əmanət qalıb. Gizir Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın,
Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Qarabağ ordeni vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 2 oğlu vətənə əmanət qalıb. Kiçik gizir Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpaud kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və igidliyə görə medalları ilə təltif olunub. Kiçik gizir Beyrək Feyzullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Başdaşağıl kəndində anadan olub. Beyrək Feyzullayev vətən müharibəsi zamanı Füzuli Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb. Düşmənin çox sayda texnika və canlı qüvvəsini məhv edib. Oktyabrın 4-də Füzuli Cəbrayıl istiqamətində gərgin döyüşdə şəhid olub. Vətən uğrunda hərbi xidmətlərə görə, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Kiçik gizir İlkin Zülfüqarov 1989-cu il avqustun 8-də Ağsu rayonunun Gürsulu kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə medalları ilə və Azərbaycan bayrağı ordeni ilə təltif olunub. Gizir Yusif Qurbanov 1998-ci il noyabrın 12-də Goranboy rayonunda anadan olub. 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Göstərdiyi şücaətə görə, Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə və döyüşlərdə fərqlənməyə görə medalları ilə təltif olunub. 2022-ci il sentyabrın 12-də erməni təxribatının qarşısını alarkən ağır yaralanıb. Sentyabrın 17-sində şəhid olub. Kiçik gizir Ramik Tağıyev 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çoxsaylı qəlpə yaralarından şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə vətən uğrunda Cəbrayılın azad olunmasına görə və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Əskər Kamil Məmmədov 1998-ci il dekabrın 25-də Xaçmaz rayonunun Köhnə Xudad kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Laçın və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Cəsur döyüşçü, hərbi xidmətlərə görə, hərbi xidmətdə fərqlənməyə görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 2021-ci il yanvarın 15-də döyüş təlimi zamanı qəzaya düşüb. 13 gün komada qaldıqdan sonra yanvarın 28-də şəhid olub.